Qida Təhlükəsizliyi Agentliyinin məktəblilər üçün kişmiş layihəsi davam edir. Layihədə iştirak etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən 10 ümumi təhsil müəssisəsi seçilib. Layihə cəlb olunan 2400-ə yaxın ibtidai sinif şagirdinə həftədə bir dəfə olmaqla qablaşdırılmış paketlərdə kişmiş paylanacaq. Layihənin məqsədi şagirdlərdə sağlam qəlyanaltı vərdişlərini qazandırmaqdır. Layihə çərçivəsində kişmişin seçilməsi təsadüfi deyil. Belə ki, kişmişin tərkibində olan dəmir beyin funksiyalarını yaxşılaşdıran, sinir və sümük hüceyrələrini, eləcə də ürək döyüntülərini tənzimləyən, enerji qaynağı olmaqla yanaşı qanartırıcı xüsusiyyətlərə malik olan qida məhsuludur. Uşaqlarda anemiyaların qarşısının alınmasına köməklik göstərir. Əlavə olaraq, layihə çərçivəsində məktəblərdə sağlam, yetərli və balanslı qidalanma mövzusunda maarifləndirmə tədbirləri həyata keçiriləcək. Şagirdlərə sağlam qəlyanaltı vərdişlərinin qazandırılması və onların qəlyanaltıda təbii, sağlam qidalara üstünlük verməsi layihənin əsas gözləntisi hesab edilir.